hörmətə əsaslanan qarşılıqlı ünsiyyət. Bax, əsas bizdən ümumiyyətcə belə deyək də, təhsil bizdən nəyi tələb edir? Valideynlərlə əməkdaşlıq çox eşitmişik, elə deyilmi? Valideynlə əməkdaşlıq edin, bütün məlumatları valideynə çatdırın, valideynin hüququdur, uşağı haqqında hər tərəfli məlumatı qəbul etsin. Hörmətə əsasına qarşılıqlı ünsiyyətdə uşaq yoxdur. Burada var valideyn, müəllim münasibətləri. Müəllim münasibətləri. Aha, bax, bu hörmətə əsasına qarşılıqlı ünsiyyətdə deməli, nələr var? Komponentlər var, xüsusiyyətlər var, belə deyək də. Birinci növbədə bax, deyir ki, dinləyin və eşidin. Dinləyin və eşidin. Bu nə deməkdir? Valideyn sizin qarşınızdadır, siz onu dinləməlisiniz. Eyni zamanda dediyini də eşitməlisiniz. Bax, hətta deyir ki, belə sözlərdən istifadə edin ki, bax, valideynlə danışır, belə gülümsənmirsiniz, heç bir reaksiya vermirsiniz. Sadəcə belə baxıb, ən azından ona reaksiya verin ki, bax, bunu mu demək istədin? Belə mi demək istəyirdin? Yəni, o bilsin ki, biz onu həqiqətən də dinləyirik. Bu, dinləyin və eşidin kateqoriyasına aiddir. İkinci, səlis danışın. Aha, mən doğru burada yazacağım, çətin sözlərdən istifadə etməyin. Sözlərdən istifadə olmaz. Aha, bu nə deməkdir? Yəni, deyir ki, bax, səlis danışın. Hər bir, elə bir şey var mı ki, bütün valideynlər təhsil alır mı? Almıyor, belə deyil mi? Yəni, əslində bizim məqsədimiz öz bildiklərimizlə onları heyrətləndirmək deyil. Sadəcə uşaqları, onlar yəni əməkdaşlıq edib, uşaq şəxsiyyətini formalaşdırmalıdır. Ona görə deyir ki, səlis danışın, onunla onun başa düşəcəyi dildə danışın və çətin sözlərdən istifadə olmaz. Üçüncü, verbal ifadələrdən istifadə edin. Verbal, uşaq bölümündə də verbal ifadələr eşidəcəksiniz. Ben burada sayılacağım diyor demədim. Eşidəcəksiniz. Verbal, bəli. Ay, sağ ol. Verbal ifadələr uşağı haqqında, verbal ifadələr. Eyni zamanda qeyri-verbal qeyri-verbal ifadələr. Bu nə deməkdir? Verbal ifadələr sözlərlədir. Afərin, doğru deyirsiniz, düz deyirsiniz, bəli, babaya dediyiniz kimi. Bunu mu demək istəyirdin, belə mi demək istəyirdin? Sözlüdür. Verbal sözlüdür. Qeyri-verbal isə nədir? Jest və mimikalardır. Jest, bəli, güzel. Jest və mimikalardır. Gülümsəyirəm, gözlə işarəyəm, belə deyək, ən azından ay sağ ol, başımla belə təsdiqləyirəm, bəli. Deyir ki, yəni həm verbal, həm də qeyri-verbal ifadələrdən istifadə edin. Sonra bizim keçdiyimiz etik davranış qaydalarından biri də konfidensiallıq idi. Konfidensiallıq nədir? Valideyn sizlə söhbət edirsə, ikinci dəfə deyirik, gizli saxlamağı da bacarmalıyıq, gizlilik. Sonra mənfi informasiyalar, müsbət yalnız, üzr istəyirəm, müsbət informasiyalar, müsbət informasiya paylaşın. Bu nə deməkdir? Bax, elə bir uşaq ola bilməz ki, onun heç olmasa bir dənə olsun müsbət tərəfi olmasın. Yəni, ya rəsmə maraq olacaq, ya məsələn musiqiyə, ya idmana onu tapıb valideynə çatdırmalıyam ki, sənin uşağının müsbət tərəfi budur. Bu aiddir müsbət. Bir də müsbət informasiya paylaşın kateqoriyasında mənfi informasiya yoxdur. Yalnız uşağın müsbət tərəflərini valideynə çatdırmalıyam. Bir dənə də belə bir komponent qarşınıza çıxacaq ki, olduğu kimi demək, düzünü demək. Olduğu kimi və düzünü deyin. Yəni, hər dəfədə valideynə yaxşı uşaqdır, məşğələdə yaxşı iştirak edir, yaxşı bilir. Bunu da bilmək olmaz. Onun mənfi xüsusiyyətini də valideyn bilməlidir. Ona görə düzünü deməliyəm. Məsələn, deyə bilərəm ki, hesabdan yaxşıdır, amma oxuma bacarığı zəifdir. Və yaxud da şifahi suallara yaxşı cavab verir, amma rəsm çəkmək, təsviri fəaliyyətdə zəifdir, quraşdırmada zəifdir. Və yaxud da daha geniş, bir də nə deyir? Bax, ümumiyyətcə olmaz ki, valideynə deyəsən ki, yaxşı uşaqdır və yaxud dəcəl uşaqdır. Niyə yaxşıdır? Neyini ki, o yaxşıdır deyirsən? Yəni, onun daha ətraflı şəkildə açıqlamasını vermək lazımdır. Məsələn, hörmət əsasına qarşılıqlı ünsiyyətdir belə. Çətin deyildi ki? Deyil.